niyə vermirdilər sizə icbari tibbi sığorta ilə xəstə? O məsələ mənim üçün biraz çətindir. Ona görə o Mən problemi... o suala cavab verim. Bu işlə mən də məşğul olmuşam. Tibb institutunun rəhbərliyi, şəxsən rektor özü bu ilə bağlı çox ciddi cəhdlə çalışıb, müraciətlər edib. Yəni, bütün elə əslində kollektivin özü də hamı maraqlıdır ki, ora xəstə daxil olsun. Rezidentlər boş qalmasın, işləsin. Çünki biz rezidentlər hazırlamalıyıq. Niyə eləmirdilər bəs? Niyə göndərmirdilər? Onu təbib göndərmirdi ora. Niyə? Çünki təbibə də heç kimin güc çatmır. Açığı müraciət desələr də təbib göndərmirdi onu. Nə deyib göndərmirdi? Son vaxtlar bu tənqidlər, sözlər, deyimlər müəyyən qədər orada patok yarada bilər. Tədris cərrahiyyə, tədris terapiya lap pis gündədir. Həkimlər orada şikayət edirlər. Biz bu işin içindəyik. Bunu real demək lazım. Bu Azərbaycan, burada biz yaşayırıq. Biz tibb universitetin datasiyası əsasını işləyir. Siz bilirsiniz ki, o klinikanın bütün datasiyasını tibb universiteti verir. Halbuki, bayaq Sədrəddin mənim dedi, ölkənin ən yaxşı mütəxəssisləri, alimləri, elm, tədris sahəsində adı, sözü, nüfuzu olanlar oradadır. Mən ən azından bir 30'unu mən tanıyıram. İndi mən hələ bu sahənin adamı deyiləm. Niyə vermirlər? Səbəb nədir? Universitet klinikası necə sığortadan kənarda qala bilər? Niyə? Bu hansı məntiqlə izah olunur? İstənilən halda tibbi xidmət, əgər vətəndaşın hansı istiqamət üzrə müraciət etdiyi tibbi xidmətə uyğun olaraq, əgər o həmin xəstəxanada bu xidmət göstərirsə, həmin xəstəxanada yox, digər tabeli tibb müəssisəsində bu xidmət göstərirsə həmin müəssisəyə, yox, əgər onda da göstərmirsə, alternativ olaraq digər özəl və yaxud digər professor dediyi, yəni müəssisələrə göndərilir. Amma bununla bağlı hər hansısa məhdudiyyətin olduğunu düşünmürəm. İstənilən halda, yəni bu ümumiyyətlə göndərişlərin sayının azalması, həmçinin təbibin müəssisələrində olan xidmət sayının artırılması, həm genişləndirilməsi ilə bağlıdır ki, xidmətdə zəifdə olan... Bayaqdan deyirik ki, orada olan həkimə çox xəstə düşür. Burada da məlum olur ki, bu boyda klinika nəhəng bir binadır. Eləcə də terapevti klinikada nəhəng bir binadır. Orada da çox yaxşı mütəxəssislər var. Mütəxəssislər boş qalıb, burada da bir xəstəyə, üzr istəyirəm, bir həkimə 30 dənə xəstə düşür. İstənilən halda, qeyd etdiyim kimi, bu tam mənim sahəm olmağı üçün fikir vermirəm, amma... Bilirsiniz onun səbəbi nədir? Bayaq siz o sualı dediniz, bax, doktor da deyildi ki, 35 xəstəyə mən baxa bilmirəm. Bu 35 xəstə yaxşı olmazmı birisi getsin tibb universitetinə, birisi özəl klinikaya, bütün klinikalar işləsin? Niyə eləmirik bəs? Deməli, burada korporativ maraq. Nədir korporativ maraq? Ona hər halda təbib cavab verməlidir. İstənilən halda vətəndaşın həkim və müəssisə